Qızlar, axşamınız xeyir olsun, nə tərsus, nə var, nə yox, canınız, başınız. Deməli, Instagramda, sonra nədir onun adı, dərsdə zadda akım videosu yayılıbdır. Uşaqlar gəlir ki, müəllimə əli aş, müəllimənin əlinə şokolad qoyurlar, müəllimə də güya tiysinir. Ayseldə məsəl üçün 2 dobala çəkilib, bir dəfə yaxşı tiysinəməyib, ikinci dəfədən yaxşı tiysinib. Yəni beləncəsinə bir tiysinmə videosu var şokolata. Bu günlərin bütün qruplarıma demişəm ki, ay uşaqlar, məni məsələn şokoladla tiysinmirəm. Yəni o məni təəccübləndirmir. Mənə məsələn gətirə bilərsiniz hinduşka. Hinduşkadan tiysinərəm. Yəni sevinərəm, mutlu olaram. Sonra lal ördək ola bilər, qaz ola bilər. Məsələn, qapıyla hinduşka qazı bırax otağa. Təəccüblənim, sevinim. Sonra adama yarım kilo şabalat baliklə bağla, məsələn 10 trendin eləyin. Ondan sonra 1 kilo adama 1 kilo maləti, məsələn 10 trendin eləyin. Dedim müəllimə ovucunuz açın, ovucuma açın, malətlərin qoyun ovucuma. Yəni beləncəsinə, belə şeylərlə mən təəccüblənirəm. İndi görüm, gözləyirəm, adını da qoyun ki, bu trendin də adını qoyun. Məsələn, adını qoya bilərsiniz. Yarım kilo şabalatdan alıyorsunuz. Məsələn, yarım şabalat şov və yaxud da ki, bayram hazırlığı. Belə bir şey. Məsələn, lal ördək, qaz, hündüşka, töyük, belə şey gətirsiniz. Məsələn, bayram hazırlığı. Buna məsələn sevinərəm. İndi görüm, gözləyirəm, görək indi nə olacaq. Belə, dedim o trendimi də sizlə paylaşım ki, belə bir təklif irəli sürmüşəm. Görək bu trend olacaq yoxsa yox.